Hər vaxtınız xeyir əziz izləyicilər. Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz həftə ərzində dünyada və bölgədə baş verən əsas hadisələri analiz edirik. İran prezidenti Məsud Pezeşkiyan səfəri arxada qalsa da bu istiqamətdə hələ də müzakirələr davam edir. Çünki sıradan bir səfər deyil idi. İlk dəfə İslam inqilabından sonra soydaşımız İran prezidenti olub. Anlayırıq, yəni konstitusiya elə böyük səlahiyyətləri yoxdur, təzyiqlər var. Amma hər halda səfərlə bağlı mülahizələr biz düşündük ki, yenə də qonaqlarımızla müzakirə etməyə dəyər. Qısa çəkdi səfər əslində, çünki İranda bir Bəndər Abbas limanında partlayış baş verdi. O partlayışla əlaqədar səfər qısa çəkdi. Amma qısa çəksə də hər halda məncə proqramına yekunlaşdıra bildi. Prezident İlham Əliyevlə görüşdü, fikir mübadiləsi, heyətlər görüşdü, iş adamlarının toplantısına qatıldı. Hətta vaxt tapıb Bakının görməli yerlərinə də gəzə bildi, tanış etdilər, Şəhidlər Xiyabanında oldu. Bu mövzuları müzakirə edəcəyik. İndi İran prezidenti geri qayıdandan sonra başqa xəbərlər yayıldı ki, ümumiyyətlə Azərbaycana başqa səfərlər də olacaq. İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana gələcəyi ilə bağlı xəbərlər yayılıb. Düzdür, rəsmi səviyyədə də təsdiqlənməyib, amma xəbərlər çoxdur bu barədə və təksib də olunmur əslində. Demək ki, bu səfər baş tuta bilər. Bu ay Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan səfəri barədə də müəyyən mülahizələr yürüdürlər. Bu mövzuları əsasən müzakirə edəcəyik. Proqramımızın bugünkü qonaqları siyasi ekspertlər Elşad Paşasoy və Qədir Aslanlı. Elşad bəy, xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm. Elşad bəylə prezidentin səfərindən başlayaq. Yəni mən oxudum sizin yazıları, Qədir bəyin də reaksiyalarına tanışdı mənə. Ümumi yenə də mövzuya qayıt, nəticələri necə qiymətləndir? Çünki iki ölkə arasında açıq etiraf edək ki, gərginlik var idi, indi də var əslində. Bu səfər sonrası biz deyə bilərikmi ki, gərginlik bir qədər azaldı, yoxsa bu səfərlə bütün məsələlər həll oluna bilməz? Təşəkkür edirəm, İlham bəy. Əslində Pezeşkiyanın prezident seçilməsi ərəfəsində artıq mən bir müsbət fikirlərimi bölüşmüşdüm. Bu arada yazılarımız olmuşdu, efirlərdə də bildirmişdim. Əslində gözləntilərim var idi və doğrulmaqdadır. Söhbət nədən gedir? Azərbaycan doğruldu yəni gözləntiləriniz. Yəni İranla Azərbaycan arasında bir qırılma nöqtəsi var idi. Bəli. Dünyada nadir hallarda baş verən səfirliyə hücum faktı, bəli. Yaşanan gərginliklər, araz boyu hərbi təlimlər, Azərbaycana, necə deyirlər, bir hərbi zorba siyasətinə üstünlük verilməsi, Ermənistanın sərhədləri ilə bağlı, olmayan sərhədləri ilə bağlı bir qırmızı xətt çəkilməsi, yerli yersiz. Bu siyasətdən İranı Pezeşkiyan hansı siyasətə gətirdi? İndi Azərbaycan və İran arasında mehriban qonşuluq, dostluq, qardaşlıq, Azərbaycan və İran prezidentləri bir-birinə nə zaman qardaşım deyə xitab etmişdilər. Bunun özü kifayət qədər, yəni emosional baxımından yanaşanda, həmçinin də günümüzün reallığı diqqət yetirəndə kifayət qədər müsbət irəliləyişdir və bunu danmaq olmaz. Həm də İran bizə yad ölkə deyil o mənada ki, dünən elə təbrik edirik efirimizdən, Günaz TV tamaşaçılarında təbrik edirik. Dünya Azərbaycanlılarında Təbrizin traktor klubu İranda yaranma tarixində ilk dəfə İran çempionu oldu. Və bütün o Azərbaycan sədalarının Cənubi Azərbaycan boyunca İranda yaşayan Azərbaycanlıların hər bir ünvanında səslənməsinin özü iftixar doğurur. Yəni bunun özü üstəlik də Məsud Pezeşkiyan adında Azərbaycan türkünün İran rəhbərliyində olması faktı sıradan bir məsələ deyil. Hesab edirəm ki, bu həm də təkcə Azərbaycanla, Azərbaycan Respublikası ilə münasibətlər baxımından önəmli bir müsbət impulslar deyil. Həm də İran daxilində yaşayan, tarixi yurdlarında ömür sürən bazı qardaşlarımızın taleyinə müsbət bir dönüşə səbəb ola biləcək bir amillərdir. O mənada Pezeşkiyanın səfəri, 2 günlük səfərin bir günə endirilməsi o məcburiyyətdən baş verən hadisədən dolayı və qrafikin olduqca sıx olmasına baxmayaraq, demək olar ki, bütün sahələri əhatə edən bir münasibətlərin sərgilənməsinin özü irəliyə doğru yenə də bir müsbət yanaşmaları özündə ihtiva eləyir. Hesab edirəm ki, Azərbaycan dövlət başçısı da kifayət qədər razı qalmışdı bu səfərdən və səfərin nəticələri, bundan sonraki atılacaq addımlarla da bağlı nikbin proqnozları, fikirləri oldu. Həm qlobal səviyyədə layihələrdə yer alan iki qonşu ölkədən söhbət gedir. Eyni zamanda iki tərəfli münasibətlər baxımından
artıq Araz üzərində xatırlayırsınız, İran hərbi texnikaları bir körpü atırdılar ki, Azərbaycan ərazisindən necə keçəcəklər və hansısa bir ölkəmizə xətər yetirmək üçün planları oyun, tamaşa şəklində də təqdim edirdilər. Amma indi Azərbaycan və İran arasında Araz üzərindən növbəti körpü atıldı və o gələcəkdə Naxçıvana, Türkiyəyə və gələcəkdə də Avropaya ünvanlı bizim nəqliyyat vasitələrinin hərəkəti üçün eyni zamanda İranla qarşılıqlı şəkildə istifadə üçün alternativ olacaq. Və bu həm də hesab edirəm ki, Azərbaycanın Ermənistanla sülhündə hansısa bizə əngəl olan amillərin də aradan qaldırılmasında müsbət rol oynaya bilər. Çox da uzaq gedən fikirlər söyləmək elə də asan deyil. Çünki Pezeşkiyanın özü də ağır şərtlər altında İranda fəaliyyət göstərir, çalışır. Başının üstündə, necə deyirlər, Damokl qılıncı asılıb, mühafizəkarların və hərbi kəşfiyyat, ümumiyyətlə İranın təhlükəsizlik sistemi, ordusu, bunlar özü də Pezeşkiyana təsir rıçaqlarından malikdirlər və o mənada hesab edirəm ki, Pezeşkiyanın özünün də işi asan deyil. Amma istənilən halda Pezeşkiyanın Azərbaycanla körpülər yaratmasının özü onun əlini qüvvətləndirən amil ola bilər. Çünki Pezeşkiyan reallığı diktə eləyir. Və bir sıra hallarda bir söz oyunda olsa, Paşinyan bildirir ki, real Ermənistana qayıtmaq lazımdır xəyallardan. Hesab edirəm ki, Məsud Pezeşkiyan da İranı, o İranın şirin quyruğundan danışan və s. əyalət mollalarını da reallığa dəvət eləyir. Həm beynəlxalq səviyyədə ABŞ ilə danışıqlar və s. məsələlərinə diqqət eləyəndə onun haqlı olduğunu görürük. Eyni zamanda Azərbaycanla qonşuluq münasibətlərinin normal məzərəyə salınması istiqamətində addımları da hesab edirəm ki, yalnız və yalnız ümumi işin xeyrinədir və regional təhlükəsizlik üçün də önəmli addımlardandır. Mənim diqqətimi nə çəkdi? Deməli, danışıqlar, düzdür, biz biraz mən keçən həftə səfərdən əvvəl də deydim, Pezeşkiyanın iki seçimi vardı. Ya görüşlərdə Azərbaycan dilində danışılacaq, ya da fars dilində. Arzu edirdik ki, Azərbaycan da daha çox danışır, amma onu da nəzərə alırdıq ki, İranın rəsmi dili fars dilidir. Bu bir heyətlə gəlir, yəni həm ona Azərbaycan da danışsa da sizin dediyiniz mühafizəkarlar təzyiq edir, həm də indi nazirlər içində Azərbaycan dilini bilməyənlər var. Amma orada maraqlı diqqətimi nə çəkdi? Rəsmi görüşdən sonra Qədir bəy Azərbaycan prezidenti onu eyvana dəvət etdi. Mən belə başım, bu Azərbaycan prezidenti taktiki bir gedişi. Azərbaycan da heç olmasa 3-5 dəqiqə o eyvanda danışır. O zaman elə belə eyvan deyil, o nəyə görə elə belə eyvan demirəm. Mən jurnalist kimi fəaliyyət göstərəndə 90-cı illərdə deməli İsrailin o zaman da baş naziri idi Benyamin Netanyahu. Cənubi deməli Koreyadan səfərdən qayıdanda bir neçə saatlıq Bakıya, təyyarəsi Bakıya endi. Mərhum dövlət başçısı Heydər Əliyevlə görüşdü. Heydər Əliyev, Netanyahu və həyat yoldaşı o eyvanda dayanmışlar. Oradan Xəzər dənizinə tərəf baxırdılar. Sözümü nəyə gətirim? Mən sizin statuslarla tanışım. Bilirəm ki, siz biraz fərqli fikirsiniz Pezeşkiyan səfəri ilə bağlı. Şeir dedi, Tehranda bir başqa şəhərlərdə də Şəhriyan, Azərbaycanın da şeirlərindən misralar dedi, Bakıda da dedi. Yəqin biraz da belə deyək, yerli ictimaiyyətin simpatiyasının qazanması bəlkə də qazandı. Amma mən sosial şəbəkələri izlədim, yəni iki fikir var idi. Bir qism bizdə hesab edirdi ki, hə, bu Azərbaycanın da şeir deməsi çox müsbət haldır, çox yaxşıdır. Amma fərqli fikirlər də gördüm. Sizin də əslində bir statusda fərqli fikri hiss elədim. Deməli, əslində o dediyi şeydə bir təhlükə görənlər də oldu. Məsələn, biz necə başa düşürük Arazın o tayını, bu tayını ki, o vaxt müharibələr olub, bizi ayırıblar. Amma bir qismdə hesab edir ki, bu şeirdə o deməkdir ki, Azərbaycan İrandan ayrılıb. Yəni, belə düşüncədə olan bizim ekspert. Şəxsən mən də elə düşünürəm və həmçinin onu demək lazımdır ki, bir siyasi liderin danışığında bilirsiniz, məntiqin 4 qanunu var. O 4 qanunun 4-ü də işləməlidir. Pezeşkiyanın o şeirində 4 qanunun birincisi pozulur. Bir məna vermir verdiyi həmin bənd. Bir məna vermədiyinə görə artıq müzakirələrə səbəb olur. Bu məsələnin bu tərəfi. Tamaşaçılarımıza bildirmək istəyirəm ki, İlham müəllim, İranın əsl prezidentinin səfəri Azərbaycana mart ayında oldu. Qalibaf Azərbaycana gəldi. Parlamentin sədri nəzərdə tutulur. Bəli, bəli. O Qalibaf İranın əsl prezidentidir. Yəni, and içməyən, prezident köşkündə oturmayan, mən niyə belə düşünürəm? Bu mənim təxminlərimdir. Ötən il xatırlayırsınızsa, yarışda, seçki yarışında Qalibafla kəllə-kəlləyə gəlmişdi Pezeşkiyan. Qalibaf mühafizəkarları təmsil edir
Qalibov İranda çox mühüm büdcə təşkilatının, bilirsiniz, finansal təşkilatın başında duran bir adam olub. Uzun illər İranın kəşfiyyatında işləmiş bir adam olub. Sepahla çox yaxın iç-içə bir adamdır. Yəni İrandakı hakimiyyətin özüdür Qalibov. Onlar gəldilər Azərbaycana. Bir xalça da gətirmişdilər, xatırlayırsınız. Orada tarixi abidələr var idi xalçanın ətrafında. Yəni sizin sözlərinizdən belə bir nəticə çıxa bilərmi ki, Qalibov həm də dini liderdən belə çıxır? Birbaşa dini liderin nə lazımdırsa o gətirib demişdi. Nə demək istəyirdilərsə də elə o xalça ilə gətirib demişdilər. O xalçada da mən tamaşaçılara bəlli olsun deyə deyim ki, orada tarixi abidələr yer almışdı xalçanın ətrafında. Mən bu barədə postda paylaşmışdım və diqqət verməyi demək xahiş eləmişdim, rica eləmişdim tamaşaçılardan ki, o xalçanın üstündə cəmi 3 müasir Azərbaycanda tikilən demək abidə var idi. Heydər Əliyev mərkəzi, Heydər məscidi və s. bunlar var idi. Qalan hamısı Səfəvilər və Qacarlar dövründə tikilən, istər Arazdan şimalda, istər cənubda. Bu aydın bir mesaj idi. Pezeşkiyanın həmin şeiridə, həmin xalçadakı mesajın təsdiqidir. Yəni siz bizdən ayrılmısınız. Bu məsələnin bu tərəfi, bu mənim baxışımdır. Ola bilər fərqli düşünənlər də var. Və sizə deyim ki, bu fikir İranda çox hakimdir. Bəli, bəli. Və bundan əlavə tamaşaçılarımıza bəlli olsun ki, təəssüf edirəm ki, biz ictimai şuur olaraq, İlham müəllim, baxmayaraq ki, artıq 34 yaşı var bu respublikanın, bu il 35 olacaq və infantildir bizim ictimai şuur. Çox uşaqsıdır. Yəni şirin quş verib allada biləcəyin bir ictimai təfəkkür var Azərbaycanda. Və emosional yerləncəklərə və dalğalanmalara çox asanlıqla uyan bir ictimai təfəkkür var. İran dövlət olaraq ətrafındakı sivilizasiya məkanlarına baxın, çox unikaldır. Şimalda türklərlə, cənubda ərəb dünyası ilə, bu tərəfdə özünkülərlə, taciklər, əfqanlar, yəni darilərlə və fars mənşəlilərlə və dünya okeanında da çıxır oradan da dünya ilə. Bu və Xəzər üzərindən də Rus dünyası, Slavyan dünyası ilə. Təsəvvür edin, neçə sivilizasiya məkanı ilə işləyir İran. İrandakı paytaxtdakı strateji mərkəzlər, qərar verən mərkəzlər oturub düşünüb hansı istiqamətə, vitrinə kimi çıxartmaq lazımdır deyə düşünür. Məsəl üçün, bunun analogu Rusiyada baş verir. Rusiya Amerikaya danışıqlara kimi göndərir? Uşakovu. Kimi göndərir? Dmitriyevi. Bunlar ikisi də Amerika ilə bu və ya digər şəkildə əlaqəli adamlardır və bu bir ənənədir. Dövlət ənənəsidir. Həm əlaqəli adamdır, həm də Putin birbaşa mesajlarını çatdırır. Bəli, və bilən adam. Bu işin yəni əhlidirlər. İşin əhli o istiqamətə göndərilir və onlar da işləyirlər. Eynisini davam. Yəni demək istəyirəm, dövlət var orada. İranda da belə bir oturuşmuş ənənəli 4000 illik tarixi olan bir dövlət ənənələri var və bunlar da məsələn Əfqanistana və Tacikistana tamamilə başqa bir adam göndərirlər. Pezeşkiyanın orada uyğun modifikasiya olunmuş bir versiyasını göndərirlər. Ərəb dünyasına tamam başqa adam göndərirlər və bu şəkildə bunlar hər dəfə rəng dəyişə-dəyişə, libas dəyişə-dəyişə işləyirlər və çox da uğurlu alınır. Yeri gəlmişkən mən Azərbaycanda monitorinq elədim ictimai şuuru. Bu vateli qoyuram qırağa, onu allatmaq çox asandır, yəni sadət vətəndaş. Bu işin içində olan, əhli olan, bu işə saçını ağartmış insanlar belə bir şeydə aldandığını gördüm. Bunun başqa cür də interpretasiya etmək olar. Ola bilər o öz arzularını orada görür. Yəni bizim bir həsrətimiz var, birləşməyə və s. Bunun da özünün də bir mənfi tərəfləri var, bu istəyin olmasının. Bunu da qoyuram kənara. Amma ümumilikdə dövlət başçısının mən mimikasına fikir verdim, hərəkətlərinə fikir verdim. O şeir deyərkən, danışarkən mən İlham Əliyevə baxırdım, cənab prezidentə. Mən Pezeşkiyana baxmırdım. Cənab prezidentin simasından belə bir şey oxuyurdum. Yəni, belə şeylərlə siz bizi aldada bilməzsiniz. Mən özüm Migimonu oxumuşam. Yəni, beynəlxalq münasibətləri oxumuşam. Belə şeylərlə gəlməyin. Könül alma əməliyyatı lazım deyil İlham müəllim bizə. Bizdə könül alma əməliyyatı heç lazım deyil. Sən 30 ildə bu səfirlik hücum, Arazın dibinə gətirib ordu yığmaq və yaxud da keçib bizə Cəbrayildə mane olmaq, bunlar çox dəvədə qulaq kimi, çox kiçik bir tərəfləridir. Qarabağın bizə 30 ildə qayıtmasının qarşısını almaq üçün dərinə nüfuz edən iqtisadi, maliyyə, dövlətçilik, diplomatiya sahəsində İranın elədiyi qələtlər var. Bunlar açılacaq, töküləcək. Yeri gəlmişkən bu məhkəmədə oturan erməni separatçılar da
Mən elə gəlir bu barədə bülbül kimi ötüblər. Yəni istintaq dindirmələrində İranın Dağlıq Qarabağda gördüyü işləri də onlar danışacaqlar. İndi Azərbaycan dövləti, dövlət baba məqsədə uyğun hesab eləsə açıb ağardacaq bu papkaları, bu qovluqları. Bütün bunlardan sonra, bütün bu qədər səhvlərdən sonra Azərbaycanı bu şəkildə yaralayıb, bu problemin bu qədər uzanması, Ermənistanı dövlət kimi ayaqda saxlamaq, yəni o qaz məsələsi var, başqa. Siz orada humanitar böhranın yaşanmaması adı altında çox dəstəkləri var. Bütün bunlardan sonra sən gəlmişsən bir şeir deyən bir nəfəri göndərmişsən. Mən də onu prezident hesab eləmirəm, açığı fikrimin başında da dedim. O adam ali dini liderin, Əli Xameneyinin katibidir, sekreteridir. Gəlib, mövzu olsun deyə gəlib burada özü ilə də 120 nəfəri yığıb gətirib. Bunun heç bir əhəmiyyəti yoxdur, Elxan müəllim. Mən İranın, demək, burada İranşünaslar Azərbaycanda çoxdur. İranla bağlı işləyənlər var. İranın bir şeyinə bələdəm. Mən gənc kadr olsam da İranın bir şeyinə bələdəm. Elə ustalıqla libas dəyişər, elə bir şəkildə sənə göstəriş eləyər ki, sən özün durduğun yerdə şübhələnərsən, bəlkə mən səhv edirəm İrana qarşı. Və bunların belə davranışları var. Və nəticə etibarilə qonşularla sıfır problem, o bir zamanlar Əhməd Davutoğlu'nun konsepsiyası, biz qonşularla heç vaxt problem istəmirik. Şəxsən mən də bir ekspert kimi İran özümüzük, bizim özümüzük, İran bizim balamızdır, İran bizim övladımızdır, yəni Türk dünyasının övladıdır. Biz istəmərik ki, problemlər yaşansın. Və biz onlara sahib çıxmalıyıq da deyə düşünürəm, yəni Azərbaycan onlara sahib çıxmalıdır düşünürəm. Amma baxır hansı müstəvidə, son olaraq, ilkin olaraq bunu deyim, biraz çox danışdım. İranın baxdığı, Tehranın baxdığı baxış deyil, Bakının baxdığı baxış önəmlidir burada. Elxan müəllim, sadə bir statistik aparaq. Bugün Azərbaycanla İranın yaxınlaşmasında iş adamları bizdə çoxdur, onlarda çoxdur Türk əsilli, Azərbaycan əsilli, onlarda çoxdur. Mühəndis bizdə çoxdur, onlarda çoxdur. Həkim bizdə çoxdur, onlarda çoxdur və s. və s. Bütün bunları sadalayanda onlar hər tərəfli şəkildə, həm də say etibarindən hazırlıqlı şəkildə bizim içimizə sızıb çox rahatlıqla Azərbaycan dövlətini deformasiyaya uğrada bilərlər. Bu da məsələnin başqa bir təhdidi. Bu da bir başqa fərqli yanaşmadır. Mənlə Rusiya ilə siz bir paralel apardınız. Rusiya ilə bağlı bir paralel də aparaq. Dünən bu həftə ərzində maraqlı bir parlament komitəsi maraqlı bir xəbər yayınladı. Dünən diqqətimi çəkdi. Mən də bir status paylaşdım. Bir var, məsələn, razıyam, icebergin görəndən tərəfi görüşlər, fikir mübadilələri, xoş sözlər, Rusiya ilə bağlı da son zamanlar o müşahidə edirlər. Təyyarəmizi vurdular. Azərbaycan Barelyevin qoyurlar Moskvada. Bəli, o Barelyev güya eyni taktikadır. Kompensasiya ödəniləcək. Dövlət başçısı İlham Əliyev 9 mayda parada dəvət olunur. Kadrov çağırır adamları. Rəsmərə təsdiq olunmuyor. Matviyenko Bakıya gəlmiş. Amma nə xəbər? Dünən parlament, yəni sıx gedib gəlsin Elşad bəy, siyasi ekspert olaraq. Yəni kiber hücumlar Rusiya təşkil edir. Rusiya təşkil, bu yəni icebergin görünməyədir. Amma İran mövzusuna qayıtdıqda, indi Qədir bəy də deyir, yəni siz də bir qədər öncə dediniz, yəni böyük nəticələr çıxarmağa tələsməyə. Amma tutaq ki, hesab edək ki, Məsud Pezeşkan hətta o şeiri də belə deyir, xoş məramla deyib. Məsələn, geri qayıtdıqdan sonra o mühafizəkar dairələrə konstitusiya imkan verməsə, deyə bilərmiş, təsir edə bilərmiş ki, Azərbaycanla münasibətlərdə gərginlik yaratmayın, əvvəlki illərdə olduğu kimi. Bu onun imkanı daxilində. Məsələn, misal üçün, məhkəmə var, siz də qeyd etdiniz, səfirimizə hücum edən qərar verib, amma qərar yerinə yetirmir. Bu məsələnin həllində də bir rolu ola bilərmi? Yoxsa elə həqiqətən, yəni indi gəldi, şeir dedi, şey əla, belə, elə, onunla da bitdi. Elxan bəy, əslində Heydər Babaya salam poemasını yazan rəhmətli Məhəmməd Hüseyn Şəhriyardır. Yəni, Pezeşkiyan burada şeirin sözlərinə görə cavabdeh deyil. Şəhriyar və xatırlayır, elə biz yeniyetmə olarkən Şəhriyarla Bəxtiyar Vahabzədənin dəyişməsi, bir ayrılıq, həsrət, kasetləri yayılırdı, Sovetdə. İlk öncə səslər ki, gəlirdi, yayılırdı, radio üzərindən dinləyirdi, kövrəlirdik, Savalan Niskili ilə, Araz həsrəti ilə, Xudafərin körpüsü, Xudafərin o digər, o tayı dağılan ərəfədə
nə hisslər keçirirdi ki, İran fars şovinizmi məqsədli şəkildə bu Azərbaycanın bu tarixi abidəsini və həm də bir simvolunu yer üzündən silməyə çalışır. O Dəryasanın tikilməsində də belə bir qəsdin olması barədə fikirlər var idi. Yəni, məsələnin bu tərəfi. Amma Şəhriyar həm də yazırdı ki, yaxşılığı əlimizdən alıblar, yaxşı bizi yaman günə salıblar. Bunu niyə yazırdı? Bunu da o poemanın bir hissəsidir. Görə Şəhriyar doğrudanmı elə bir hissədə Azərbaycanın quzeyinin İrana birləşdirilməsini mi istəyirdi? Qəti şəkildə. Mən o fikirdə deyiləm. Lakin farslar bu şeydən öz məqsədləri üçün istifadə etmək istəyirlər. Tamamilə mümkündür. Farslar necə Səfəvləri özününki hesab eləyirlər. Nizami Gəncəvini hesab eləyirlər ki, böyük fars şairidir. Niyə gəlmişə Nizami Gəncəvin xatirə? Orada bir məqam da oldu. Pezeşkiyan Səfəv. Bəli, bildirdi ki, türk Nizami dilində Gəncəvinin şeirlər bir dənə hamısı fars. O da əslində bizə xoş olmayan mesaj kimi mən qəbul edirəm. O bir araşdırılması lazım olan bir xüsusatdır. Pezeşkiyan onu ola bilər ki, hansısa bir niyyəti olub. Amma burada doğrudan da Nizaminin yəni farsça yazıb yaratdığı bu faktdır da. Yəni, bu faktdır. O dövrdə də fars dili, şeiriyyət dili olaraq ədəbiyyatımızda üstünlük təşkil edirdi. Necə bugünün özündə bizim amma bir maraqlı tərəfi odur ki, bunu özü də bilir də, yəni bunu niyə səsləndirirsən? Bir dənə Azərbaycan şeirinə rast gəlmədi. Elxan bəy, hesab edirəm ki, nəhayət ki, hardansa o 0.2 deyir Qədir bəy. O bir məqamdan başlamaq lazımdır. Özü də təkcə dövlət statusunda olanlar yox. Dövlətçilik ənənəsinə sadiq yaxud da o kürsüdə oturanlar deyil. Bütün İran və Azərbaycan qarşılıqlı şəkildə mediasından tutmuş ədəbiyyat adamları, şərqşünaslar iş etməlidir, razıyam. Araşdırmalıdırlar, yaxşı. Ortaq mədəniyyət deyirik, ortaq tarix deyirik. Səfəvlər, biz necə ayıra bilərik? O da vurğulandı da, bizi bir-birimizdən ayırmaq olmaz. Azərbaycan prezidenti də dedi ki, biz bir dövlətin tərkibində olmuşuq. Bu, Şah İsmailin dövlətinin xatırlanması idi uca kürsüdən. Bu, bütün şeirlərin üstündə dayanan həqiqətdir. Sıradan bir məsələ deyil. Bakıda abidəsi olan, o fikirli abidəsi olan bir Şah İsmailin böyük bizim gəncliyində tarix yaratmış o insanın, Türk oğlunun, onun xatırladılması, onun dövlətinin xatırladılması və bütün bunlar sıradan bir məsələ deyildi. Bütün bunlar danışılmalıdır və eyni zamanda gəlin ortaq biz mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi araşdıraq. Təbrizdə Şəhriyarın da uyuduğu o şairlər qəbristanlığında 800-dən artıq, mən ziyarət eləmişəm, o qədər duyğulanmışam orada ki, 800-dən artıq Azərbaycan şairinin məzarı yer üzündən silinib. Adını qoyublar ki, sel gəldi, yel apardı. Əfsələddin Xaqani də ora, abidəsi var Xaqaninin, büstü var, amma məzarı yoxdur. Bütövlükdə silib süpürüblər. Nəyə görə? Kimsə gələndə Türkün bu qədər təkcə şairi var burada. Fikir adamı, aydını, ziyalısı var deyə onu kimsə inandıra bilməzsən ki, burada Türk toplumu olmayıb ayrıca, Türk dövlətçiliyi olmayıb, Türk mədəniyyəti, ədəbiyyatı olmayıb. Ona görə də ilk öncə faktları silməyə üstünlük veriblər. Bu şovinizmin ənənəsidir. Yəni bir əsr sonra 1925 və Qacarlardan sonra 25-ci ildə Azərbaycan Respublikasına gələn Məsud Pezeşkiyanın bütün addımlarında hansısa bir mənfi və yaxud da anti-Azərbaycan bir nüansı axtarmağa hesab edirəm gərək yox. Bu həm də Pezeşkiyan İranın başına məhz Azərbaycan türklərinin səsi ilə gəldi. İran hakimiyyəti, dini rejim də həm də bunu bildiyi üçün ki, seçki baş tutmurdu faktiki olaraq. Azərbaycanlıların amilindən istifadə elədiyi öz məqsədləri üçün. Bəli. İkinci turda Azərbaycanlılar səs verdilər. Və bu gün yeri gəlmiş Azərbaycanlılar içində iki fikir var. Bir qism dedi gedək səs verməyək, yoxsa bu fərqlənməyəcək. Bir qism də dedi ki, bizdən də o səslər eşidilir. Bu dəfə sınıyaq, qoy Azərbaycanlı prezident olsun. Əlbəttə, bunun özü nəyə pisdir ki? Və o səslərə biraz da biz ehtiyatlı, biraz da hörmətlə yanaşmalıyıq. O Azərbaycanlıların səsidir orada. O haray deyən, o türk toplumunun səsidir. Pezeşkiyan deyir ki, mən türkəm. Prezident səviyyəsində. Evdə türksə deyən adam. Yəni, bütün bunlar nə deməkdir? Bu gələcəkdə o deməkdir ki, artıq o əsasını qoydu. Bundan sonra Pezeşkiyan dövründə olmasa belə, təzyiqlər nəticəsində filan, proses gedir.
ki, kullarlarda danışılır. Türk dilində mədrəsə olmalıdır hər kəsə. Bu gün olmasa da 5 il, 10 il sonra olacaqsa, burada Pezeşkiyanın da qatqısı olacaq. Biz oradakı 40 milyondan artıq Azərbaycan türklərinin, ümumiliklə türk toplumunun, İran əhalисinin 60 milyonunun səsini ifadə eləyəcək və türk dünyasının bir hissəsi olan o türklərin də gələcəkdə qazana biləcəklərini düşünüb bu məsələlərdə biraz ehtiyatlı olmalıyıq. Mən üzr istəyirəm, icazə olar burada bir remarka verim. Bu inqilab olanda dırnaqarası İslam inqilabı kimlərin emosionalistlərindən istifadə edirlər? Türklər. 4-cü dəfə Azərbaycan Şəriət mədarinin varlığı bəs eləyirdi ki, inqilab baş tutsun. Xomeyni'nin bir sözü vardı. Təbriz Universiteti qalxmasaydı inqilab olmazdı. Mümkün deyildi. Eyni taktikanı işlədilər. Sonra şəriət mədarını bilirsiniz öldürdülər. Allah rəhmət eləsin. Çünki əvvəlcə desə ev həbsində saxladılar. Bəli, kursdan kənara çıxırdı. Burada yenə də Azərbaycan türklərindən mənim yandığım, məni narahat edən odur ki, Azərbaycan türklərindən mən Pezeşkiyanın şəxsiyyəti ilə əlaqədar heç nə demirəm. Mən onun siyasi apardığı oyunun tərkib hissəsi olması təhlükəsindən danışıram ki, türklərin üzərindən amma Elşad bəy demək istəyir ki, o bəlkə də o çərçivədən çıxmaq istəyir. Siz düşünürsünüz ki, çıxmır. Onun istəyi heç bir işə yaramayacaq. İstəsə belə burada qoyulmuş bir kurs var. İstək 50%-i də axı. Yox, biz İranın siyasətinə belə, İran İslam Respublikasının siyasətinə belədik də. Dedik axı bunun tələbələrin çiynində, təbrizlərin çiynində hakimiyyətə gəlmiş 46 ildə oturmuş saqqalının altında Made in Fransa yazılan bir hökumətdən danışırıq biz. Yenə də türklərin belindən istifadə edib başqa oyunlar oynayırlar. Bunları oyunu pozmaq olmazmı? Oyunu pozmaq olar. İndi mən deyim, burada bir məqam çox önəmlidir. Biz ora buyurun. Ərəb dünyasında əli qolu kəsildikcə, qısıldıqca, dünya okeanında, bilirsiniz Boğazda, Oman körfəzində İranın təsiri, nüfuzu azaldıqca, o proksilərin başına hər gün bombalar yağdıqca İran qısılır özünə və məcbur qalır gəlib Azərbaycana, öz qardaşına pənah gətirsin. Bu situativ bir vəziyyətdir. Elxan müəllim, bunlar dara düşüblər deyə belə davranırlar bizlə. Əvvəlki dövr olsaydı, misal üçün deyim ki 15-ci ildə olsaydı, həmin eyni vəziyyət olmayacaqdı və İran bura böyük nümayəndə heyəti göndərməyəcəkdi. Sadəcə xalq xətrin qalmasın. Hətta bunlar görün özlərinə nə qədər demək rəva bilmirlər ki, ötən il xatırlayırsınız. Sərhəddən 0 kilometrə gəlib prezident. Girmir Azərbaycanın ərazisinə. O öləni deyirəm. Vertolyotda öləni deyirəm. Və rəisinin rəsmi press relizində də Azərbaycana səfər etdi, keçmədi. Siz nə demək istəyirsiniz? Yəni rəva bilmirsiniz özünüzə ki, Azərbaycana səfər etdi, orada açılışda iştirak elədi deyəsiniz. Bunlar dünənə qədər bunu özlərinə rəva bilməyən bir rejimdən danışırıq. Bugün nə oldu? Haranın çiçəyi açıldı ki, bir prezident qoymusan, onun da arxasına 120 nəfəri qoyub göndərirsən. Demək, dəyişən nəsə var bu bir il ərzində. Amma o içində Azərbaycan iş adamları da az deyil. Əlbəttə var. Orada hara getsən onsuz da mümkün deyil türksüz iş görəsən. Amma bir də sən polemikaya girmək üçün sən rəisinin adını xatırlatdı, amma bir fərqi də hiss etməmək mümkün deyildi. Məsələn, rəisi hər zaman Azərbaycan əleyhinə Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verdi. Amma məsələn, Pezeşkiyan barədə açıqlama verdi. Düzdür, ASTV-yə Azərbaycan Dövlət Televiziyasının müsahibəsində ümumi bir fikir söylədi ki, o nəyəsə mane olmur, Ermənistan uyğulanıb ola bilər. Məsələn, rəisi daima bizim əleyhimizə Zəngəzur dəhlizi ifadələş. Amma məsələn, Pezeşkiyan ifadələ işlətmir. Bunu müsbət saymaq olmaz mı? Mən düşünmürəm. Ümumiyyətlə, onun mövqesizliyi bu kritik məqamda Pezeşkiyan sözünü deyə bilmirsə, nə vaxt deyəcək? Biz bunun türk olmağını önə gətiririk. Şəxsən mənim üçün onun türk olmağı heç nəyə dəyişmir Elxan müəllim. Mənim üçün Azərbaycan maraqları önəmlidir. Bu bir, iki. Orada olan türklərin səsi ola bilərmi? Mən belə baxmıram. Orada o hara-hara mən türkəm bağıran 60 min adam var Səhənd stadionunda. Onların səsi deyil Pezeşkiyan. Onların istədiyi fiqur, onların istədiyi lider deyil Pezeşkiyan. Sən dedin monitorinq aparsan bir sürmət. Elə bir monitorinq müşahidə də aparmısanmı ki, Pezeşkiyan prezident seçiləndən sonra İranda yaşayan Azərbaycanlılar onun haqqında nə düşünür? Məsələn, deyirsən, fəal yəni yenə də onlar da narazıdır sən. Onların içində romantiklər var. Düşünürlər ki, bəli, biz nəhayət apardığımız mübarizənin nəticəsini gördük. Amma Farsı yaxşı tanıyanlar bunun bir oyun olduğunu, baxın, ardıcılığa baxın, Qalibafı saxladılar,
Pezeşkanı buraxdılar prezidentlə. Bilirsiniz də bu, yəni burada azad seçkidən söhbət gedə bilməz. Yəni ikinci turda Qalibafın qalması, Pezeşkanın prezident seçilməsi bu aydın idi ki, buraxılma nəticəsində, yəni Ali Xameneyinin istəyinə olandı. Arxasınca bu il hər dəfə traktor gəlir, ya interneti kəsirlər, ya bilirsiniz də nə hoqqalardan çıxırlar, traktor çempion olmasın deyə. Bu dəfə traktor Azərbaycanı buraxdılar, çempion oldu. Burada bir xətt sezilmirmi? Ötən il Azərbaycan seçki yarışmasında Azərbaycanlı prezident buraxırsınız. Bu dəfə futbol yarışmasında Azərbaycan komandasını buraxırsınız. Nəsə hazırlayırsınız. Nədir o hazırladıqları? Bunların xoş məramı deyil. Bunların qarşıdan gələn, irəlidən gələn böyük dünya gücləri tərəfindən onlara olan təzyiqin rejimin əsasını laqlatdığını görürlər. Rejimin əsasında da sosial dayaqlardan biri türklərdir. İndi bir məsələ də var. Nədir? Mən başa düşdüm. Əslində məntiqlə sanki qərar verir mühafizəkar. Vəziyyət ağırdır. Çox doğru. Amerika işçiləri vura bilər. Bəli, özünə görə çox doğru. Amma bu günlərdə nə xəbər eşidik? Türkiyədə 5 agentura şəbəkəsi ifşa olundu İrana bağlı. Bəli. Məntiqlə sənə dost olan, sənə zərər yetirməyən ölkəyə problem yaratmamalıdır. İndi başqa bir məqamı deyim burada İlxan müəllim. İran-İraq müharibəsində kimlər daha çox şəhid oldu? Bu emosional vəziyyətdən istifadə elədilər. Rejimi sementləmək üçün kim qurban getdi? Azərbaycanlılar qurban getdi də. Yəni bu, bir daha deyirəm, bu infantil qərarlardan çəkinmək lazım. Biz tanınmalıyıq onlar. İcazənizlə, tamamilə haqlısınız. Azərbaycan milli kimliyinin üstünlük təşkil eləməsi təkcə bir əsrdə 4 inqilab eləmiş və hər dəfədə dəhşətli itkilər vermiş. Elə 45-46-cı ildə Pişəvəri hökuməti necə? Yəni Sovetlər və ingilislər sözünüzü kəsmək. Orada bir maraqlı məqam az çəksə də səfər. Maraqlı məqamlar şəhidlər deməli şəhidlər xiyabanından da Fəxri xiyabanı keçərkən deyəsən orada söz atıb. Deyib ki, deyəsən Pişəvərinin də qəbri. Onu deyən adam Pişəvərinin qəbri üstünə yaxınlaşa bilərdimi? Yoxsa o təhlükə? Yox, artıq o artıq həddini keçər. Amma Pişəvərin adını çəkir deyəsən. Onda gərək o Cavad heyətdən bəhs olunur. Yəni milli kimliyini ifadə edən həm də odur ki, Cavad heyət Varlıq dərgisinin başı rəhbəri olub uzun illər və dünya miqyaslı bir ürək cərrahı idi. Azərbaycanda son illər yaşadı və dünyasını dəyişdi, ruhu şad olsun. Yəni o belə bir insanın adını çəkməsi təkcə həmkarlıqdan yaranan o yanaşma deyildi. Milli adam idi Cavad heyət və Cavad heyətin adını çəkməsi bir ölkənin prezidentinin və üstəlik də Azərbaycan öz doğulduğu yerdə deyil. Burada dəfn olunmasına bir təəssüflənməsinin özü bu həm də bir ölkənin prezidenti üçün bu faktiki olaraq İrandakı o qırmızı xətti keçmək bərabər bir şeydir. Ki, sən necə ola bilər, niyə təəssüflənirsən? Yəni, bu rejimin əleyhdarı olan birisi idi və orada dəfn olunmadı, Bakıda dəfn olundu. Yəni, bununla siz demək istəyirsiniz, bu qüvvələrə, mühafizəkar qüvvələrə müqavimət göstərmək istəyir əslində. Daxilində var, yanlısı var və onu tanıyan mən bir neçə nəfərlə söhbət eləmişəm. Hətta prezident seçkilərində ilkin mərhələdən sonra təsadüfən elə olub. Eyni zamanda bizim ziyalılar da var, güney əsilli insanlar. Özə desən, Azərbaycanda ilk səfər deyil, millət vəkili olanda da bəli, olub, bundan əvvəl də olub. Və onun haqqında mənfi bir fikir eşitməmişəm. Ki, bu insan belə. İran, dövlətinin indiki halda təhlükədən yayınmaq üçün Qalibaf statusunda və yaxud da bir radikallığında birisi ona rəhbər lazım deyildi. Burada hökmən o sarı sisimi qıracaq birisi deyil, nisbətən həzin melodiyalarına prosesi irəli aparacaq İranın təhlükəsizliyi. İran proksi qüvvələrdən imtina halındadır. İranın artıq burnunun ucundadır. Sepah imtina edibmi sizcə? Yox, indi Sepahın radikallığı imtina edə bilməz axı. Elə olsa artıq İranın içərisinə doğru gedəcək o hücum dalğası. Ona görə də Məncə bu mövzuda deyəndə məncə Pezeşkan buna da daxili müqaviməti var. Ki, bəlkə də mühafizəkarlara demək istəyir. İnandırmaq istəyir. Bəsdinin kənarda xərclədir. Şeirlə filanla. Unutmayaq ki, elə təzə baş verib də bu hadisə. Bir ölkənin prezidenti tribunadan danışa və oradan hətta keçə bir Təbrizlilərin qarşısında Təbrizli şairdən 2 bənd şeir deyə yaxınlaşıb ona bir qeydlər verirlər ki, aşağı səviyyəli bir bürokrat. Bəli. Bu dünyanın hansı ölkəsində görünüb?
Yəni harda olsa, Amma həmin məmurun prezidentə- ayağına daş bağlayıb başardılar. Prezidenti aşağılamaqdır əslində. Bəs görün indi bu hansı şərtlər altında işləyir? Bir neçə hallarda Pezeşkiyanın istefaya gedə biləcəyi barədə məlumatlar da yayılmışdı. Elə təşkil seçilərindən biraz sonra. Bu Urmiya gölünə gedir, baxış keçirir. Acıyır, orada danışır insanlarla ki, onları necə xilas eləmək olar, yollar arayır. Bu Azərbaycan dili ilə bağlı konstitusiyanın tələblərinin icra olunmasından danışır. Bu dolay yolla insanların normal, ədalətli, sülh şəraitinin yaşanması mesajını verir və qonşularla da normal münasibət. Yəni bütün bunlar indiki halda o İrandan bu İranın tamamilə fərqləndiyini göstərir. O mən də hesab edirəm ki, biz hələ ki gözləməliyik. Yəni İran prezidenti ilə bağlı məsələlər görün dini rejim nisbətən arxa plandadır. Görək Pezeşkiyanın bu. Bəzən görürsünüz bir dəfə bəyanat verdi. BMT Baş Assambleyasında bildirdi ki, biz dialoqa hazırıq. Ardınca başına nə oynaşdılarsa, dedi, bəs dini liderin sözü əsasdır, mən bu prosesdən geri çəkirəm. Özü dedi, özü etiraf elədi. Trumpın özü vaxtaşırı mövqe dəyişikliyinə gedirsə, bu təkcə onun iradəsi deyil. Bu həm də silah mafiyasının, silah şirkətlərinin, dərin dövlətin və sairinin həm də iradəsinin məntiqi nəticəsidir. Görün, indi Pezeşkiyan İran daxilində, bu qapalı rejimdə hansı durumdadır? Yəni, o adamın şəxsi kimliyi rol oynamır. Mən onu demək istəyirəm. Bu adam ola bilər, Quranına don geyinsin, gəlsin, dursun, qalsın və çox da təmiz adam olsun. Bu heç bir məsələnin həllində rol oynamır. Özünüz bir neçə dənə fakt gətirdiniz ki... Amma Azərbaycan və İran arasında sonuncu, yəni prezidentlər arasında bəyannaməni imzalayan Pezeşkiyan idi. Yaxud da sazişlərin imzalanması mərasimində iştirak edən o idi. Ondan daha güclü bəyannamələr imzalamışıq İranla. İranla bağlı başa düşürəm. Bizim Xəzərlə bağlı hansı gərginliklərimiz yaşanır? Bizim bayaq dediniz İranın burada hansısa iş adamlarının başqa fəaliyyətlə məşğul. Azərbaycan dövləti var, Azərbaycan müvafiq qurumları var. Kifayət qədər də hətta Qarabağda ermənilərin, separatçıların at oynatdığı vaxtlarda Azərbaycan dövlət qurumları, dövlət təhlükəsizlik orqanları İran nömrə nişanlı maşınları, İran vətəndaşları olan şəxslərin pasportlarını belə təqdim elədi, ictimailəşdirdi. Yəni dövlətimiz ayaqdadır. Dünən məsələn 2 nəfər Xəzər üzərindən narkotika keçirməyə cəhd göstərdi, sərhəd xidmətimiz zərərsizləşdirdi. Yəni bütün bunlar həm də dövlətin varlığını göstərir. Biz elə oturub gözləməyəcəyik ki, İrandan yalnız arxayın olmayacaq ki. Amma siz dediyiniz kimi Pezeşkiyanın hadisələrin axarına heç bir təsiri yoxdur. Özünüz də bir neçə fakt gətirdiniz ki, eləmək istəyirdi, qoymadılar. Bu belə bir prezident var, yəni qarşımızda. Mən yenə də onu prezident hesab eləmirəm, katib hesab edirəm. Belə bir katib var qarşımızda. Əslində pərdənin arxasında başqa proseslər gedir. Qalibaf və digər mühafizəkarlar başqa oyunlar oynayırlar. Sadə bir misal var Elxan müəllim. Bilirsiniz ki, bizim 5 qonşumuz var. 5-dən 3-ündə Azərbaycana qarşı separatçılıq meylləri var. Biri Ermənistandır, bəllidir. Biri Rusiyadır, bilirsiniz orada hansı separatçılar oturub televiziyalar var. Biri də İrandır. Prokuratura istəyir onları, o kök oğlan var, nəysə, nədir, kərəmət dövləti yaratmaq istəyir. Belə bir orada adam var. Niyə vermir onu? Orxan Pezeşkiyan əlində deyil. Burada səndən razılaş. Pezeşkiyan bəlkə də istəyər o məsələ. Yox, demirəm, Pezeşkiyan versin. Pezeşkiyan verə də bilməz, amma Pezeşkiyan nə edə bilər məncə? Deyə bilər ki, mumluyun, oturun yerimizdə. Ya da çıxın ölkədən. Ölkənin ərazisi. Onu eləyə bilməz, ona gücü çatmaz, sən demiş. Amma ağızlarını qıfıllaya bilər məncə. Mən demək istəyirəm, bu Pezeşkiyanı ötən məsələlərdir. Amma indi də zaman göstərəcək ki, əgər onlar, onda mən səninlə razılaşıram. Əgər o kök oğlan var, Azərbaycan əleyhinə danışan. Dövlət yaratmaq istəyir burada. Əgər onlar bir yaxın müddətdə yenə də toplantı keçirsə, bu o demək olacaq ki, əmin ol, Qalibaf və onun ətrafı ali dinlidir. Azərbaycanla münasibətlərin üstünə xətt çəkmək və bundan əlavə bunu vermirsə rejim, yerinə bizə şeir deyən prezident göndərirsə, bu bir ikinci göstərici. O Amolinin, bilirsiniz, gerçək hakimiyyət onlardır. Biz ona düzdür, başqa ad qoymuşdur. Ərdəbilin İmam Camisi. Bəli, İmam Cüməsidir. Sizin bir müsahibəniz də var idi. Biz ondan müsahibə yox, əslində mübahisə eləmişdik. Hələ o zaman torpaqlarımız azad oldu. Mən ona sual vermişdim ki, İran Ermənistanla sərhədini bir həftə bağlasa, Qarabağ işğaldan azad olunur. Görürsünüz o mənim əvəzində deyirdi, bəs siz niyə İsraillə əməkdaşlıq edirsiniz? Deyirəm, İsrail bizim torpağımızı işğal etməyib. Nə dedi? Reaksiyası necə oldu? Yox, cığallıq, anormal bir yanaşma ki, siz müharibəyə başlayın, 1 milyon
bu taydan keçəcək o taya. Başladıq da, nə Başladıq. Bəli. Azərbaycanlılar sağ olsunlar. Əksər Gəldi aradığımız ordumuz yaxında. yığıldı, Amma sərhəddə ordu ki- göndərdilər. Amulinin bir etirazını görmədik. Hətta o vaxt mən bir cavab da yazdım ki, Amuli, bəs demişdin 1 milyondan gələcəyik. Ordu gəlib. Sən nə reaksiya Bir vermişsən? də yəni bu amilin toplantıları olur, bilirsiniz, orada bir nəfər qalxır, bir teatr qururlar, bir nəfər şüarlar səsləndirir. Hazırlanmış Davamlı ssenari. şəkildə bunlar olarkən özdə o adam aydındır da kimdir? Yəni həmin o axırıncı dəfə bizim prezidentə qarşı, Sayın Ərdoğana prezidentinə qarşı təhqirlər, hədyanlar yağdıran bu hansı xətti siz çözmək lazım, görüntünü açmaq lazımdır, içərini görmək lazımdır. Bu toplantılar yeni olacaq Elxan müəllim. Və bu İran O yenə də olsa əslində bunu bizim əleyhimizdən çox Pezeşkan əleyhinə olacaq. Əlbəttə Çünki ki, biz də deyəcəyik, Pezeşkan bax gəldin, qurbanlıq. şeir də dedin, yaxşı əlaqələr qur, istəyin də var. Amma sənin başın üzərində bizim Oldu. əleyhimizə təbliğat aparırlar. Oldu elə toplantı. Azərbaycan əleyhinə o cür həqarətlər səsləndi. Azərbaycan prezidenti deyildi ki, əyalət mollalarını yığışdırın. Amma Ən yüksək səviyyədə. Olacaqsa dövlətimiz yenə də mövqeyini bildirəcək Tabii, və biz mövqeyimizi bildirəcəyik. bizim qırmızı xəttimiz var. Bəli. İranın o tez-tez bəyan elədiyi əslində o reallığı əks etdirməyən o xəttlərdən söhbət gedirsə, biz artıq real olaraq qırmızı xəttimizin olduğunu Qarabağ torpaqlarını işğaldan azad etməklə İranın da baxmayaraq ki, işğalçıya dəstəyi oldu, açıq və ya gizli şəkildə kifayət qədər, amma biz bunu sübut elədik. Biz Şırnaxı kəndində gömrük sərhəd məntəqəsi bəli, quraşdıranda da İrandan hətta amili filanlar da başlamışdılar ki, bu İrana qarşı, bu nə bilim filan Azərbaycan əleyhinə ki, İran yük maşınları buraxılmır. Amma Azərbaycan dövləti bayrağını uzatdı orada, postunu qurdu. Yəni İranın hansı mövqedə olması bizim mövqeyimizi dəyişməyəcək. Təbii, Çünki bizim bizdə mövqeyimiz dövlətçilik bir əxlaqı Bəli, var, bəli. qüruru var və qətiyyəti Və var. bir də üzr istəyirəm Rəşad müəllim. Xanım, o Xamenei, Əli Xamenei sabah bozqurd tutub olasa, mən heç təəccüb eləmərəm. Bunlar libas dəyişməyin ustasıdır. Elxan müəllim, bunların ən mühafizəkarı belə sabah Şəhriyardan deyil, Səməd Vurğundan şeir desə, məni təəccübləndirməz və məndə zərrə qədər onlara qarşı sevgi yaratmaz. Çünki bu bunların soyuq ağılla düşünüb, strategiya kimi plana, kağıza töküb uyguladığı bir taktikadır. Bunlar ərəb dünyasını şeirlərlə uydururlar da, bəs 46 ildir, bilirsiniz. Ərəblərə sual verən lazımdır ki, siz niyə hər hansı bir farsı, bilirsiniz, onların arasında əsirlərləndir, bir dini məzhəb arasında da bir problemlər var. Ərəblərə sual verirlər ki, barışdılar. bunlar barışan kimi barışmaq məsələsi. Amma səfalət içində olan o qırılan ərəblərin nə olsun? Ərəb dünyasını şeirlərlə, mərsiyələrlə və s. yatızdırır 46 ildir. Bir qıraqdan da pul yedizdirir bəzi qruplaşmalara. Bu taktikanın eynisini Azərbaycan sabah İranın daxilində yeni türkçü, bozqurtçu qruplar çıxsa, dövlət tərəfindən dəstəklənən, mən yenə təəccüblənmərəm. Onlar gətirib Azərbaycanda ofis açmaq istəsələr və burada bizdən daha çox həmin o məzmunlara, mövzulara sahiblənməyə çalışsalar, yəni bütöv Azərbaycan mövzusudur, Turan mövzusudur, türkçülük mövzusudur, mən yenə də təəccüblənmərəm. Çünki bunların bir xətti var. Bunlar hər hansı bir darmacalda, çətinlik məqamında nə edəcəklərini protokollaşdırıblar. Sənin fikrin bizim hamımızın bölüşdüyü əslində bir tezlə gəlib çıxır ki, İranda bu rejim dəyişməyənə qədər Eynən. İran-Azərbaycan münasibətlərində doğru. keyfiyyət dəyişikliyi gözləyəmir. Bəli. Amma mən sizinlə də razıyam ki, heç olmasa bəzi addımlarla biraz o vəziyyəti gərginlikdən Bu qızıl çıxarmaq. aksent. Amma bu rejim dəyişikliyi çox belə uzun, bəlkə də mübahisəli bir mövzudur. Çünki İranda buna imkan verə biləcək o güc strukturları varmı? Amma sifərə çevrilib. Amma gəlin görək, bu birinci növbədə bizi narahat edən Azərbaycan türklərinin təbii haqqlarıdır. Minimumlardan başlanılır da bütün proseslər. Elmə gedən yollar da, Elə o da planlar məncə da. rejimin dəyişməsindən Hesab bağlı. edirəm ki, bu rejim imkan rejimdən verməyəcək. bunu dirəşib almaq lazımdır. Eşad müəllim. Burada da türk dövlətlərinin də hesab edirəm ki, önəmli qatqısı ola bilər. Eşad müəllim, Yalnız Azərbaycan deyil. Səhənd radiosunu dinləyirsiniz, Barama radiosunu dinləyirsiniz, Təbriz. Bilirsiniz necə mükəmməl Azərbaycanca danışırlar. Elə bir 60-cı ilin, 70-ci ilin Azərbaycan diktorları var idi. Onlara dinləyirsiniz. O qədər gözəldir, o qədər səlisdir, şirindir.
Amma bu aldadıcıdır. Zəhərdir. Bu zəhərdir. Bu başqa yasak olunub. Bizim Mən nə demək istəyirəm? Üzr Uşaqdan istəyirəm. Siz beri. deyirsiniz təhsil hüququ. Bunlar elə eləyəcəklər ki, təhsil hüququnu da verəcəklər. Dil hüququnu da, amma özləri bildiyi formatda verəcəklər. bizə Sovetlər bizə hətta bir sıra hallarda məcburən məktəb açırdılar. Amma sonradan necə oldu? Gözümüz açıldı. O ziyalı təbəqəsi. Yəni Əvvəlcə 100 prosesin nəfər sonrası nə olacaq? Cümhuriyyət dövründə 100 nəfər tələbəmiz göndərmişdi. Heç onların bir çoxu da sağ-salamat. Yəni amma biz o ziyalı kontingenti ilə sonradan müstəqilliyimizi bərpa elədik 70 ildən sonra. O mənada İranda qorxurlar ki, bu insanların gözü açılacaq. Bu ziyalı Ona təbəqəsinin görə də öz bildikləri formatda verəcəklər o hələ ki, hüquqları. stadionlar səviyyəsində bu azadlığı veriblər. Amma nəhayət ki, bu universitetlər səviyyəsində bu azadlıq alınmalıdır, təkamül yolu ilə. Siz isə Qadir bəy, Azərbaycan dövləti bildiyi halda ki, Qarabağı onun əlindən nəinki almağa çalışan, üstəlik də Qarabağı o şəhər və kəndlərinin darmadağın edilməsində bu və ya digər formada iştirak edən yalnız Şəhərlərin şeirin deyə sökürdülər. bir məscid yalnız Şuşada, onun da Fars məscidi, necə ki İrəvanda göy məscidi kimi, onun taleyini yaşatmaq istəyən bu İrandakı qüvvələr və s. Bütün bunların yekununda niyə Azərbaycan dövləti hətta nüvə silahına can atan İranın cəzalandırılması üçün öz töhfəsini vermədi. Azərbaycan ərazisindən istifadə olunması üçün. Neçə illərdir də İlxan bəy. Azərbaycan dövlətinə təzyiqlər olur. Biz deyirik ki, doğrudur. Bizim ərazimizdən qonşu ölkəyə qarşı istifadə olunmayacaq. Desək, mollalar yenə də bizim əleyhimizə açıqlama və İsrail güya burada Bəli. 1000 dəfə demiş Camış fermalarını gəl tap da o yerləri. Bütün bunların qarşılığında Azərbaycan dövlətinin prinsipal mövqeyi. İndi bir məqam Bu həm də Eşad bəy, üzrəm sözünüz gəlir. Bax indi Benyamin Netanyahu, əgər vaxtımız çatsa onu da müzakirə edərik. Amma müzakirəmiz belə maraqlı gedir deyə istəmirəm başqa mövzuya keçək. Amma bax Benyamin Netanyahu gəlib keçmişsə güya 5 günlük səfər olsa o maraqlıdır. Görün indi oradan bizə qarşı o İran mollaları nələr yağdıracaqlar. şübhəniz olmasın ona. Amuli Amuli misalını dedim də. Və Azərbaycan dövləti həm də necə ki cənab prezident bildirdi, 40 milyon insan ana dilində təhsil hüququndan məhrum edilib. Səmərqənd toplantısında sıradan bir məsələ deyildi. Yəni bütün bu, bəli, ona görə təsadüfən deyil ki, 50 milyon Azərbaycanın prezidenti deyəndə o burada qurultaylar keçirilirdi. Dünya Azərbaycanlıları qurultayı sayılır. Yəni o zaman İrandan o dəqiqə bu əyalət mollaları digərlər şovinistlər ermənilər arasında böyük ruh yüksəkliyi. Heç şübhəsiz. Yəni deməyim odur ki, həm də Güney türklərinin taleyini düşünür Azərbaycan prezidenti. Ki o insanlar böyük savaşda həm İraqda olduğu kimi qurban veriləcəklər, həm də atılan hər bomba həm də onların üstünə düşəcək. Amma istənilən halda rejim onları verəcək qabağa. Yəni bir təkamül yolu ilə, bir hardasa məxməri yolla bu proseslər aparılmalı. Məxməri yolla olsa Azərbaycan dövləti 3+3 formatında əməkdaşlıq təklif edib. Bizim əməkdaşlığa adekvatdır pezeşkiyanın mövcudluğu indiki halda. Bu gün hətta Gürcüstanı uzaqlaşdırırdılar bu formatda. İranda keçirilən toplantıya Gürcüstan gəlmədi. Çünki Avropadan, Qərbdən deyirdilər ki, sən Rusiyanın olduğu yerdə iştirak eləmə. Amma əslində Azərbaycan əleyhinə idi bu. Amma orada bir obyektiv tərəfi də var. Gürcüstan da deyir ki, bir ölkə ki, mənim ərazimi işğal edib, Abxaziya cəmi, mən bu ölkə ilə necə eyni formatda işlədim. Amma inandırım ki, o Rusiya ilə bağlı deyildi gerçəkdən. O əslində Azərbaycanın irəli sürdüyü əməkdaşlıq formatında. Biz də istəyək ki, Gürcüstan qatısı, amma Gürcüstanın da arqument. Məsələn, Gürcüstan İvanişvilini mövzudan biraz kənarlaşdıracaq. Rusiyanın adamı amma Rusiyanın adamı kimi qiymətləndirsələr də İvanişvili və onun hökuməti Rusiyanın indiyənə kimi diplomatik əlaqələr qurmur və qurmaq istəmir. Gürcüstan bugün Azərbaycan nümunəsindən bəhrələnməyə çalışır ki, öz ərazilərini azad eləsin. Biz o hədəfə çata bildik. Gürcülərə çətin olacaq. Həm də çətin olacaq, amma həm də Qərb dönüklüyünün şahidi oldular. Gördülər ki, Ukraynada yaşanan fəlakətlər, üstəlik də Qərb bunlara dedi ki, sən bu qanunu qəbulləməlisən, sən belə eləməlisən. Forpos sayağı, bəs deyirdi, demokratiya var, azadlığı var. Bütün bunlardan sonra Gürcüstanda da geniş ictimaiyyət də artıq anladı ki, bu Qərbin dediyi kimi olacaqsa, biz müstəqilliyimizi Rusiya ilə münasibətlərdə itirdik, yaxud da Qərblə. Bunun nə mənası olur? Hesab edirəm, orada da var. Sözü oraya gətirirəm ki, Azərbaycanın əməkdaşlıq formatı ki, var irəli sürdüyü və Türkiyənin də prosesdə iştirak etdiyi, bu regional əməkdaşlıq həm də bizim üçün İranın da çıxış yoludur. İranın da xilasıdır ki, bu
sanksiyalardan biraz bu xovundan biraz çıxa bilsin. Mən bu yaxınlarda Yox, Türk İran heç nə qazanmır. Zəngəzurdan İrana heç nə çatmır. Yox, söhbət Yox, Zəngəzurdan getmir. onsuz da bu baş formatda Bu iştirak. şimal-cənub dəhlizi var. Bu O, xülya. hə, mən də. Bu üç üstə gəl, üç də xülyadır. Bu İran ümumiyyətlə burada Qafqazda sakit qalmağımızı istəyir bizim. Başqa heç nə. Biz nə İran edirik? qazandığın dünya okeanından, yox nə demək istəyirəm, ticarət baxımından. Hə. O burada ticarət maraqları güdmür. O dəvədə qulaq çox az pullar, məbləğlər olur. İran küllü miqdarda pulu aşağıda qazanır. Dünya okeanında qazanır. Amma Bəndər Abbasda partlayış ona da partlayış özü də bir Partlayış da siqnal sıradan olur. bir məsələ deyil Bəli, hesab edirəm bəli. ki, bu Türkiyə rəisinin səfəri ərəfəsində Kirman şəhərində törədilən partlayış terror aktının oxşarı idi bu Bu partlayış. İran mühafizəkar dairələrindən sizə mesaj edir. Təsəvvür eləyin Gəlir ki, gətirən Elxan bəy, Yeganə gəlir gətirən liman çox bahar boş şeydir əslində. təsəvvür eləyin ki, Pezeşkiyan bir neçə saat yox, 2 sutka Azərbaycanda olardı. Azərbaycan Respublikasında Bakıda olardı. O zaman kullarlarda hansı söhbətlər olacaqdı? Azərbaycan türk hissəsində nə qədər müzakirələr aparılacaqdı? Yaxud da hətta mən diqqət eləmədim, bir hadisə olmasaydı yəqin ki bir axşam yeməyi, ziyafət də olacaqdı. Sən onlar da Təbii bizim təxirə salınacaqdı. Parlamentə də gələ. Mümkün idi. Yəni bütün bunlar, yəni həm də 120 bura heyət Mən belə üzvünün başa düşmüşəm ki, siz daxili qüvvələrdən şübhələnirsiniz. Qəsdən bunu bu həm daxili ola bilər, həm də daxildəki xarici kəşfiyyatın planlaşdırdığı. ehtimallar var. Yəni bu barədə hətta İranda da İsrail İranın düşməni olsa da ən güclü kəşfiyyat şəbəkəsi İsrail İrandadır. Ən güclü xəfiyyə Və şəbəkəsi. Sepah savaşmağı davam etmək istəyir Elxan bəy. Çünki onun çörəyi oradan gəlir. hətta İsraillə İran arasında əməkdaşlıq istiqamətində addım atılsa yüksək səviyyədə. Orada İrandakı o yırtıcı qüvvələr imkan verməyəcəklər. Bəli. Necə ki, Bəli. üzr istəyirəm, Ermənistanda, bir ovuc Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən Eynən, xüsusi qüvvələri var, xaricə bağlı, müraciət edirlər Qarabağ ermənilərini qaytar geri Putinə və s. və ilə axır və onlar bilirlər ki, əməkdaşlıq davam edəcəksə, günün birində Bunların Ədalət şahidi. Məhkəməsi onları xitab eləyəcək və deyəcək, buyurun cavab verin. Yəni o cinayətləri örtbasdır eləmək üçün. Sepahı xatırlatdınız. Mən də o fikirdəyəm ki, əslində sən bir qədər öncə dedin, İslam inqilabından sonra İran-İraq müharibəsi başladı. Bir il sonra başladı. Bəli. Hələ rejimin sütunları zəifdir. Bu müharibə rejimə imkan verdi Sementlədi, ki, betonladı. İranda yaşayan Azərbaycan bütün xalqları ümumi düşmənə qarşı mobilizə etsin. bəli. İndi mən səninlə razıyam. Sepahı bəlkə də sərf eləyək ki, İsrail bir zərbə indirsin. Savaşa girsin İran. Azərbaycanlıları, Kürdləri, Bəlucları, Ərəbləri yenə də mobilizə etsin. Diqqəti xarici düşmənə yönəltmək Bəli, üçün bəli. bu bir çox ölkələrin təcrübəsindən istifadə elədiyi bir Ənənəvi məsələ, şəkildə. təhlükəli bir plandır. Deməli, Pezeşkiyanın səfərinə qayıdanda, yəni səfərdən əvvəl Azərbaycan Dövlət Televiziyasına müsahibə verdim. Müsahibəsində bir məqam diqqətimi çəkdi. Sanki sərhədlərin açılmasına eyham vurdu. Açılmaq yaxşı olar, belə fikirlər söylədi. Bu arada başqa bir xəbər də çıxdı ki, indi Gürcüstan-Azərbaycan sınırında dəmir yolda işə düşməlidir. Belə xəbərlər yayılıb ki, ya mayın 26-sına ya da 28 mayın 26-sı Gürcüstan müstəqillik günü qeyd edilir. Biz Azərbaycandan qeyd. O müddətdə açıla bilər. Yəni necə düşünürsünüz Qədir bəy? Yəni quru sərhədin açılması Bakıda müzakirə olunub. Ya bu kimin üçün daha faydalı olardı? İran üçün, Azərbaycan üçün, bölgənin özü üçün? Açığı deyim, onun bir neçə ayağı var bu məsələ. Kateqoriyalar üzrə getsək, sosial, iqtisadi, siyasi və digər ikinci dərəcəli. Ən başlıca iqtisadi məsələ var. Bilirsiniz, sərhəd boyu yerləşən insanlarımız İranla ticarətdən xeyli gəlir əldə edirdilər. Mən burada xüsusi bir məqamı vurğulamaqla özümə borc bilirəm ki, Azərbaycan dövləti sərhəd boyu, xüsusilə Azərbaycan regionlarında, provinsiya əyalətlərində sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması üçün yeni proqramların, islahatların hazırlanıb tətbiq olunmasına getməlidir bir an öncə. Və bu sərhədin 5 il bağlı qalması yeni təsərrüfat yaratdı. Yəni əvvəllər sərhəd boyunca müvafiq qaydada Rusiya ilə, müvafiq qaydada Gürcüstanla, İranla yerləşən insanlarımız oradan qazanırdısa, indi onların əli qolu bağlandı və daxili bazarla işləməyə başladılar. Yeni bir təsərrüfat. Bu müsbət tərəfidir. Amma bu faydalı hesab edilir. bu faydalı oldu. Yəni bu mənada. Yəni yanlış anlamasın. Yəni sərhəd ticarətindən asılılığımızı qurtula azaltdı. bildi. Bəli, insanımızın bununla da insanımızın bilirsiniz, ticarətin olduğu yerdə bir də onun üstünə bir də demək insan hardan pul qazanırsa orada problemin olmasını və həmin dövlətlə problemin yaşanmasını istəməz və onların narrativləri və ritorikası da insanlarımızın beynindən
silinməyə və azalmağa başladı. Bu da çox önəmlidir. Yəni məsəl üçün İrandan pul qazanan adam İranın narrativlərini gəlir çayxanalarda, yeməkxanalarda danışır. Öz nəslində, əqrabasında danışırdı. Bunu xeyli şəkildə qarşısı alınmış oldu, amma bir də narkoticarətin geniş vüsət almışdı, bilirsiniz, sərhəd bağlı olmadan əvvəl. İndi xeyli həcmdə, əhəmiyyətli dərəcədə kontrol alınması prosesi də baş verdi narkoticarətin, trafikin, həm Qarabağın bağlanması, həm də bu 5 il ərzində baş verdi bütün bu proseslər. Azərbaycan xeyli bu mənada mənfəət götürdü. Bu da insan alveri məsələsində də burada da Azərbaycan xeyli mənfəət götürdü. Yəni bu hüquq mühafizə orqanlarının, xüsusi xidmət orqanlarının gördüyü və onlardan əldə etdiyi benefitləri də üzərinə gəlsək, bu məqamın müsbət tərəfləri. Amma mənfi tərəflər odur ki, biz qonşularımızla əbədi sərhədimizi bağlı saxlaya bilmərik. Bir an öncə açılmalıdır. Amma burada bir məqam var. 5 il əvvəlki vəziyyət yoxdur axı. Nə regionda, nə də ki Azərbaycanda. Sərhəd açılsa yenidən o vəziyyətə gəlib çıxa bilərikmi? Sərhəd ticarəti yenidən... Elə məsələ odur ki, o təhlükə var deyə mən deyirəm. Öncəliklə Azərbaycan daxilində bu məsələləri səfərbər eləyib, islahata gedib bu məsələləri ələ almaq lazımdır. Sonra sərhədlərin açılması fonunda da biz başqa mənzərə ilə qarşılaşmayaq və bu da məsələnin bu tərəfi. Sən dedim, sən nəyə bənzədir? Biz neçə ildir Dünya Ticarət Mərkəzinə üzv olmuruq. Bizim argument belədir ki, iqtisadiyyatımızı gücləndirək, sonra. Amma indi nə vaxtsa bu məsələni də həll olunmalıdır və yeri gəlmişkən doğru qeyd edirsiniz. O Çinlə olan münasibət təmaslarda Çin birisi şərt kimi müqaviləyə salıb Dünya Ticarət Təşkilatına üzv olmalıyıq. Amma burada bir məsələ var. Bütün bu məqamların arxasında bu sərhəd, xüsusilə sərhəd məsələsi. Regionda siyasi arxitekturanın dəyişməsinin qoxusu gəlir, Elxan müəllim. Bu mənim gəldiyim qənaətdir. Mənə elə gəlir, verilən qərarın bu tərəfi də var. Gözləyirik, hansısa bir məqamı gözləyirik. Yəni bu şəxsi qənaətimdir. Bəlkə də kəşfiyyat məlumatı var ki, bölgədə elə bir hadisələr baş verə bilər ki... Bəli, ola bilər ki, belə bir şey olsun. Bir neçə il öncə bu barədə bir ihyamı olmuşdu. Ki, təkcə bu həm də təhlükəsizlik məsələsi, regional təhlükəsizlik məsələsi. Onsuz da mən deyim ki, bu... Detallar açıqlanmır, bəlli səbəblərdən. Səbəb aydındır. Onsuz da bizim müttəfiqlərimiz çox çalışacaq ki, tamaşaçımıza aydın olsun ki, bayaq məxməri sözünü işlətdi Elşad müəllim. Bəli, mən də razıyam. Rejim dəyişikliyi məxməri olsun. Onlar çox çalışırlar. Rejimin demontajı çox qan-qada ilə müşayiət olunmasın. Yəni İrandakı rejimdən söhbət gedir. Əgər o məxməri olarsa, bizim insanımız oradan kütləvi şəkildə bizə doğru da gəlməz və bu problemlər də yaşanmaz. İstənilən halda BMT-nin qanunlarına görə biz sərhəddi betondan hörsək də, humanitar krizis yaşanmaması üçün biz açmalıyıq sərhəddi. Bağlı saxlaya bilməliyik. Soydaşımız əziyyət çəkəcəksə, o Allah eləməm ki, hansı ölkə İrana zərbələr endirəcəksə, bağlı saxlayan humanitar böhran... Türkiyə-Suriya böhranında İraqla bağlı yaşananlar 4 milyondan artıq ondan qabaq 91-ci ildə Səhrada fırtına əməliyyatını, küveti azad etmək, Amerika həyata keçirəndə neçə milyon Kürd, İraq Kürdü ki, Səddam onları qıra bilər, Türkiyə qapılarını məcbur açdı. Bəli. Və burada bir dənə də şey deyim bu məsələ ilə bağlı. Sərhəd bağlanmamışdan əvvəlki vəziyyətdə bizim iki qonşumuz, yeri gəlmişkən prezident də bunu deyib, unikal ölkəyik ki, həm Rusiya ilə, həm İranla həm sərhəddik. İki qonşumuzun ikisində də sabitlik sülh. Məşhur millət vəkilinin sözü olmasa, buterbrod kimi elə bir... Buterbrod, sandviç, bəli. Sərhəd bağlanmamışdan öncə, pandemiya öncəsi nə İran savaşırdı, nə Rusiya savaşırdı, gəlin xatırlayaq. Bu 5 il ərzində onların içində bu savaşlardadılar bunlar. 3-4 ildir hər ikisi savaşlarda. Biri proksilər vasitəsilə, biri də birbaşa savaşlardadır. Onların içində yaranmış daxildə yaranmış yeni qruplaşmalar var. Ekstremist qüvvələr var. Terror təhlükəsi var və s. və s. Yəni sərhədin açılması 5 il əvvəlki təkil eyni qaydada ola bilməyəcək. Bir əlavə eləyim istəyirəm. Buyurun. Rusiya Ukrayna ilə müharibə aparır. Rusiyada bizim qeyri-rəsmi məlumata görə 3-4 milyon arası həmvətənimiz yaşayır. Statistika komitəsi də açmır, demir ki, bizdə orduna qədər adam yaşayır. Dağıstan bölgəsində dəfələrlə olub kadrlara yayılıb ki, insanlar gəlib Azərbaycana keçmək istəyirlər. Və təsəvvür edin ki, kütləvi axın olarsa, o halda həm də bir kəşfiyyatın içəri salınması. Bu, ötən əsrdə İranın ingilislərin Azərbaycana qarşı
istifadə Sovetlərə qarşı planında yer alıb. Bəli. Ki, insanları, mülki əhalini 40-cı illərdən sonra Fidel Castro göndərməmişdi. Xatırınız Jimmy Carter 80-ci illərin əvvəlində türmələri boşaltmışdı. Selə qatır və göndərir. Doğru. İçəridə planlarını üzr istəyirəm. Buyurun, Digər tərəfdən İran müharibə halındadır faktiki olaraq. Hər an nələrsə baş verə bilər və get-gedə də bu səngiyən yaxud da artan istiqamətdə davam eləyir bu euforiya yaxud da təhlükə. Günün birində baş verənlər bir xaos şəklində olsun. Hər tərəfdən insanlar axışsın, bütün sərhəd boyunca və bir də var ki, bir nizamlı qaydada. Hesab edirəm ki, bu dövlətin təhlükəsizliyidir. Azərbaycan isə, Azərbaycan o sendviç misalı gətirilir, amma Azərbaycan bu iki imperiya arasında parçalanmış dövlətdir. Yəni bizim tarixdə bu ona görə əbəs yerə demirik ki, Azərbaycan prezidenti 200 ildə baş verməyənləri reallaşdırdı. Azərbaycan torpaqlarının işğalına deyil, Azərbaycanın zəfər qazanmasına, yəni bu insanları da köklədi və dünya da gördü ki, bu xalq həm də torpağını azad eləməyə qadirdir. Bu ordu ona nail olur. Öyle yarımcan halda. Və yarımcan halda bu qədər yəni. yəni bölüşdürülmüş halda Şah İsmayıl Xətainin dövlətindən nə qalıb? Bir tikə qalıb. Yəni 20% qalıb. Və İranda da Azərbaycanla bağlı qıcıq əbəs deyil. Ermənistan Azərbaycan qıcıq yaradır. Ermənistan Azərbaycan ərazisində yaranıb. Kadastr sənədi olmayan dövlət. Bəli. İrəvanda oturanlar diskomfort hiss eləyirlər. Çünki o oturduqları yer onlara yaddır. Boşaltmalıdır, arenda. Və İranda da həmişə o diskomfort olacaq ki, axı bu zamanında bu dövlət bunun Səfəvilərin Şah İsmayılın məzarı Ərdəbildə. Yəni baxırsan ki, bu izdiham, bu abidə, bu Səfəvilərdən qalma yadigarlar Azərbaycan türklərinindir. Ona görə də hər zaman istəyirlər ki, Azərbaycanı görməzdən gəlsinlər. Azərbaycana Şimali İran kimi baxsınlar. Azərbaycana hansısa bir yarlıq vursunlar. Nizamini, hətta rusların da beyninə yeridiblər ki, yəni bir dəfə Rusiyadakı səfirliyimizin yanında Nizami heykəlinə yaxınlaşdım, bəs Rusdan ki, bəs tanıyırsınız bu kimdir? Dedi, əlbəttə tanıyırlar. Bu, Veliki Persiyanski poet. Yəni bu beyinlərinə yeridiblər ki, bu Rus şairidir Nizami. Yəni İran Rusiya ilə burada həm qafiyədir. Bəli, bəli. Eyni fikri düşünür. Çünki Azərbaycan bunlara yaddır, Türk bunlara yaddır. Bəs Zəngəzur dəhlizi o boyunca ərazilər işğal olanda Araz istiqamətindən niyə İran o zaman etiraz eləmədi? Demədi ki, qırmızı xəttimdir. Azərbaycan torpaqlarını niyə alırsınız, verirsiniz Ermənistana? 20-ci ilin noyabrında. İran o vaxt səsini çıxarmadı. Baxmayaraq ki, onda hələ Qacarlar idi. Hələ bizimkilər idi. Yəni deyiləsi, danışılası o qədər məsələlər var ki, amma tarixi reallıqlar bir gün Azərbaycanın daha böyük şəkildə varlığını sübuta yetiriləcək. Mən ona inanıram. Elxan müəllim, çox qısa İranla çox yaxşı, gözəl bir məqamı xatırlatdı. Tehranla Moskva bir hərbi pakt içindədir. Və Xəzərin ortası ilə birləşib bütün günlərdə bir anlaşma da imzaladılar. Bunların ikisinin ortasında bu qədər sadəlöv ictimai şuura malik olmaq çox təhlükəlidir. Yəni bu şeirlə, sənətlə və s. həll olunması məsələ deyil. İki canavarın, iki müharibə oxunun, iki savaş oxunun ortasındayıq, ayaq-sayıq olmalıyıq. İndi burada çox maraqlı məqam ondan ibarət. Gürcüstan hökuməti, Gürcüstanın baş naziri də Bakıda səfərdə olmuş. Bizdən çox xahiş edirlər ki, sərhəddə açaq. Amma mən çətin təsəvvür edirəm ki, İran Rusiya ilə sərhəd, siz də hər iki qonağımız da izah etdi, sərhədin qapalı qalmasının faydaları da var. Bir ölkə ilə açılması real görünmür. Digərləri də bəs yaxşı biz. Ona görə Gürcüstana bir müddət gözləmək lazım. Mən təşəkkür edirəm qonaqlarıma. Çox dərin analiz apardıq. Əziz seyircilər, xatırladıram ki, proqramımızın bugünkü qonaqları siyasi ekspertlər Elşad Paşasoy və Qədir Aslan. Biz İran prezidentinin Azərbaycana səfər A-dan Z-yə qədər analiz etməyə çalışdıq. Başqa mövzumuz da var idi, vaxt çatmadı. İsrail baş nazirinin səfəri haqqında fikir mübadiləsi aparacaqdı. Amma ona məncə vaxtımız hələ olacaq. Çünki görək elə səfər baş tutacaq, baş tutmayacaq. Səfərin nəticələrini əlbəttə ki, biz bu proqramda yenə də müzakirə edəcəyik. Sonda bir məsələyə də mən toxunmaq istəyərdim. Bu günlərdə Amerika prezidenti Donald Trumpın birinci prezidentliyi dönəmində milli təhlükəsizlik müşaviri olan və sonra istefa verən John Boltonun müsahibəsi mənim diqqətimi çəkdi. Rusiya ilə bağlı maraqlı mülahizələr yürüdür ki, Rusiya əslində başqa hədəfləri də var və onun fikrincə Rusiya Ukraynada məsələni həll edərsə öz xeyrinə diqqətini qonşu ölkələr, o cümlədən Cənubi Qafqaza, Gürcüstana, Azərbaycana və Ermənistana da yönəldəcək. Burada müəyyən mən də bir həqiqət olduğunu anlayıram.
Çünki Gürcüstan hazırda Qərblə münasibətləri, burada qonaqlarımız da söylədi, soyuqluq mövcuddur. Və rəsmi Tbilisinin özü də Cənubi Osetiya və Abxaziya işğalına görə Kremlə diplomatik münasibətləri bərpa etmək istəyir. Amma son zamanlar yəni Rusiya rəsmilər xeyli mesajlar göndərirlər bizə. Gəlin oturaq, məsələləri həll edək, diplomatik münasibətləri bərpa edək. Yəni şirin dillərini işə salır. Ermənistana gəldikdə Rusiya ilə iqtisadi zəmində bağlı olsa da təhlükəsizliyini Qərblə birləşdirmək istəyir, o sahədə fəaliyyət göstərmək istəyir. Amma Paşinyanın da mövqeləri getdikcə zəifləyir və Ermənistanın iki şəhərində bələdiyyə seçkilərinin nəticəsi də göstərir ki, müxalifət fəallaşmağa çalışır və əgər gələn Ermənistanda parlament seçkiləri olarsa, ya bilinmir Paşinyanın partiyası qələbə çala biləcək ya yox. Ya bu vəziyyətdə Moskvanın Ermənistana təsirləri həqiqətən arta bilər, çünki öz adamını yenə də Ermənistanda hakimiyyətə gətirmək istəyə bilər. Gəlirik Azərbaycana. Bu vəziyyətdə əgər Bolton dediklərimiz reallıq kimi qəbul etsək və Rusiya-Ukrayna müharibəsində istədiyini əldə etsə, hətta uzun müddətli atəşkəs olsa, mən də o fikirlə razıyam ki, diqqətini başqa ölkələrə yönəldəcək. Biz bu halda əlbəttə ki, Türkiyə ilə müttəfiqliyi mən hesab edirəm daha da gücləndirmək. Amma belə də Rusiyanın təsirini azalda biləcək bir amil də var mənim fikrimcə. Paşinyan konstitusiyasında zəruri dəyişiklik edib Azərbaycanla sülh sazişini imzalayarsa, mən hesab edirəm ki, bu halda Rusiyanın Cənubi Qafqaza təsir imkanları minimuma edəcək və bu halda Bolton proqnozları da doğrulmayacaq. Sağ olun əziz seyircilər, gələn görüşlərə qədər.